Hər kəsə salamlayıram. Bir dənə təzə Masazırda mərkəzdə Əliyağa Vahid heykəlinin yanında 3 dənə qəşəng qiymətə yola dayanacağa yaxın məsafədə hər qiymətə var. Bax 2 dənə 50-50-dir. 3 otaqda tam təmirlidir. Şoçklar hamısı var. Bir dənə bu böyüsü budur, 60-adır. Yəni belə baxanda çox da böyük fərq yoxdur aralarında. Prosta bu biraz nasıl daha genişdir. Ona görə bu 60-adır. Yəni görürsüz 2 daş yox ha, 4 daşdan tikili bir. 4 daşdan. Padvalına bax. Boya boy elə bir mərtəbəli. Ev 2 daşdan yox, 4 daşdan tikili. Kürsülüdür, məhlə gözəl məhlədir. Məhlə bizim məhlədir. Və burada da koridordur. Bir otaq deyil ha, koridordur. Otaq boyda koridor var. Burada bir dənə zalıdır. Zalın ölçüsü də yaxşıdır. Qiyməti hamısından yaxşıdır. Yəni görürsünüz. Qiymət haqqında da məlumat verəcəm. Buradan gəldik, bir dənə burada mətbəxtidir. Mətbəxdə bəzi evlərin zalı boyda da bunun zalı üstü deyiləsin, 5 otaq, 4 otaq kimi istifadə edə bilərsən. Qiyməti bunun 60.000 manatdır. Yanındakilar 50 minədir. Real alacaq, danışıq yeri olacaq. Xırda məbləğin çatmasa, xırda məbləğin. Tirtdə də salmaq olar. Burada problem yoxdur. Havan sanuzelidir. Burada da bir dənə yataq otağı. Bunu ölçüləri görsünlər normaldır. Hər qiymətlərdə evlər var. Yəni bu qiymətə görə bu kvadratda yeri mərkəzdə olduğu üçün 50 minə, 60 minə, yəni daha ki pulu çatmayan məbləğ olsa, məsələn üçün 40 min, 45 min versus o 50 minliklərə. Onları da vermək olar. Yəni qiymətinə görə gözəl variantda mərkəzi kanalizasiyasına qədər burada mövcuddur. Əlaqə saxlayın. Gözəl proyektdir, gözəl yerdir. Sağ olun.